Xanımlar və cənablar, Tanrı sizi bərxudar və bəxtiyar eləsin. Bir neçə vacib xəbərləri verib keçirəm canlı yayıma. Hər kəs bu ərəfələrdə dünyanı şəkilləndirə biləcək, dünyanın seyrini, yönünü dəyişdirə biləcək hadisələr baş verən bir ərəfədə xahiş edirəm ki, o baboşvari, bayram nurlu vari insanlar o ampuladan çıxın. Gəlin bizləri izləyin. Türkiyədəki, Gürcüstandakı meydan hərəkatlarından dərs çıxartmaq lazımdır. Getdik. Birinci, xarici xəbərləri verin və daxili xəbəri keçirəm canlı yayıma. Birinci, Putin Ukrayna savaşı hər iki tərəf bitirmədi və razı olmadı, razı ola bilməz. Putin 1 milyon adam yoxa çıxıb. 1 milyon adam o biri dünyadadır. Putin bunun necə hesabını verə bilər? Yəni bu mümkün deyil. Mümkün elə Donetsk, Lugansk, Krım əvvəl əlində idi. Niyə hücuma keçirdi? Yəni xalqa hesabat verənməz. Üstəlik bu birincisi. İkincisi, Putin yeni dünya düzəninin ən böyük mənfi aktyorlarından biridir. Bundan başqa bugün Zelenski də Trump'a yenə atkaz elədi, dedi ki, əhalinin təbii sərvətlər üzərindən mən hansısa bir sövdələşməyə gedə bilmərəm, gedin işinizlə məşğul olun. Avropa və biz bizə yetərik, bizim necə deyirlər, sizə ehtiyacımız yoxdur. Və bu arada Avropa Birliyi dünən yox sırağa gün, bugün ayın neçəsidir? Bugün ayın 29'u. Dünən yox 27'sində qərara gəldi Avropa Birliyi. Artıq 500 minlik kontingent göndərilir Ukraynaya və hər yerdə görürsünüz hərbi maşınlar, karvanlar, dəniz yolu, hava yolu, quru yolu, hamısı istiqamət Rusiya sərhədinə, o cümlədən Ukraynayadır. Görürsünüz ən son model təyyarələr, ən son model, ən müasir silahlarla Ukraynanı təmin edirlər. Eşq olsun Avropaya. Amerika 1-ci, 2-ci dünya müharibəsində də Almaniyanı arxadan vurdu. Ona görə hətta İngilisə belə güvənmirlər. Müasir şərtlər belədir ki, Türkiyə, İngiltərə və Amerikanın silah arsenalına tabi olmayan, yəni yaxın olmayan, necə deyim, birləşik olmayan bir silah zavodları, silah necə deyim, istehsal eləyəcəklər. Taktiki sistem, silah, sürsat, müdafiə sənayesi İngiltərə, Amerika və Türkiyəyə yaxınlığı olmasın. Çünki bu ölkələri etibar eləmirlər də. İngiltərə adam-adama deyir, İngilis bayrağı kimi əsirsənmi? Amerika göz qabağında 2 dünya müharibəsində arxadan vurdu. Türkiyədə müsəlman ölkə olduğundan dolayı. Dəyərli vətənlərim, dəyərli soydaşlarım, Avropa 500 minlik kontingentini göndərməkdə olsun. Əzizən vətənlərim, bu arada çox dəhşətli bir xəbər də var. İlham Əliyevə Erdoğan təcili zəng elədi və İlham Əliyevdən də başqa bir neçə güvəndiyi liderlərə zəng elədi. Əlbəttə, niyə zəng eləyəsdir? Ya pul istəyir, ya pul istəyəcək. Türkiyə inflyasiya getdi, o boyda meydan hərəkatlarına getməkdə davam edir. Ya pul istəyəcək, ya onları yatırtmaq üçün qüvvə istəyəcək. Bunun başqa variantı yoxdur. Yəni, mən geçsəm, siz də gedərsiniz. Mənim üzərimdən neftiniz keçirdi. Mən sizə himayədarlıq elədim. Bu barədə danışacağım indi mən canlı yayımda. Erdoğan İlham Əliyevdən nə istədi? Təcili zəng etməkdən 5,2 milyon. Təzə başlayanda 2,2 milyon idi. Sonra BBC, CNN hesabladılar. 5,2 milyon. Neredeyse Azərbaycan əhalisi qədəri. Uşaqları çıxandan sonra Azərbaycan əhalisi qədər. Nədir bizdə? 18 yaşından yuxarı seçim hüququ 4,3 milyon əhali var da. Yəni seçim hüququ olan. Yəni Azərbaycan əhalisi boyda əhali Maltəpə meydanına yığıldı. Və bu meydan Erdoğanı necə silkələdisə, AKP'nin Erdoğanın ampulünü söndürdü. Artıq Erdoğan şoka düşdü. Artıq Erdoğan milləti yatırtmaq üçün ya güc, ya böyük pul istəyəcək, ya da milləti yatırtmaq onsuz da alınmayacaq. Erdoğanın da qələmi qırılıb, o pulları götürüb, aradan çıxıb gedəcək. Qutar gedib, bundan canlı yayında geniş danışacağım. Dəyərli vətənlərim, dəyərli soydaşlarım. Amerika İranı vuracaq. Bəli, elə bu Ramazan ayını, bayramını gözləyirdi. Ramazan bayramı münasibəti ilə hər birinizi təbrik edirəm. O cümlədən demokratiya sevən, qabil sevən, oruç tutanların, dua edənlərin, niyyəti sağlam olanların hamısını təbrik edirəm. Şərt o da elə oruç tutmaq. Bizim xalqımız onsuz da ilin 365 günlük oruç tutur. Yarı qarnı aç, yarı qarnı tox xalqımız var. Dəyərli vətənlərim, dəyərli soydaşlarım, Trump İranı vuracaq artıq. Bunu xəbərdarlıq eləyibdi. İran da hazırlaşıb. Deməli, körfəzi bağlayacaq. Bu çox böyük işlər görəcək. Hələ birinci partiya vurmağı Hindistandan
Hindistan istiqamətinə okeandan vuracaqlar. Yəni bütün hallarda İran vurulacaq dəyərli həmvətənlərim. Bütün hallarda İran vurulacaq. Bax bunu dedim. Dəyərli soydaşlarım, bəziləri burada mən sizə deyim ki, Erdoğan'ı sevirlər də, bəziləri sevirlər. Mən də zaman zaman Erdoğan'ı sevdiyim hallar olub müəyyən hərəkətlərindən dolayı. Amma Erdoğan bir diktatordur. Bax, Erdoğan sevənlər sizə sadə bir sual verirəm. Gördünüz, səsləndi. Kim səsləndi? Özgür Özen. Nə dedi Özgür Özen? Dedi ki, bu xalqın qabağında deyirəm. Mənə məktub göndərib türmədən Əkrəm İmamoğlu deyir, ürəyin varsa, haqlısansa, bizim məhkəmə prosesini TRT-də yayımla. Budur dedi, sənə meydan oxuyuram. TRT-də yayımla. Buradan sizə sual verirəm, ay Erdoğan sevənlər. Yaş, Erdoğan elə cəsarəti varsa, demokratik adamdırsa, siz deyən kimi, güclü adamdırsa, niyə qorxur? Yayımlasın da TRT-də. Bəziləri bilir, yox deyir, erməni pərəstdir Əkrəm İmamoğlu. Erməni pərəstdir. Kaş İlham Əliyevin yerinə o erməni pərəst Əkrəm İmamoğlu kimi bir adam olardı Azərbaycanın prezidenti. Bədbəoğlu 80% xalq bədənini, şərəfini satmadan ayaqda qala bilmir. Nə danışırsınız siz? Ölkə batıb gedib. Dəyərli həmvətənlərim, dəyərli soydaşlar. Bəziləri bilir. Əkrəm İmamoğlu Azərbaycanı sevməyən adam. Baxın, biz kimə qardaş dediksə, dost dediksə, ən böyük zərbəni həmən yerdən yedik ha. İsrail'ə dost dedik, qardaş dedik. İlham Əliyev orada saxladı. İlham Əliyev kimi qatili İsrail orada saxlamağa, yəni 2-3 devlətdən biri İsrail oldu. İrana dost dedik, nə bilim İrana bəzilərdən, mən demirəm, bəzilər dost dedi İrana, İran bir balaca düşən kimi Azərbaycan dedi bizim torpaqlardır. Azərbaycan dedi bizim torpaqlardır. Qardaş, Türkiye dost dedik, qardaş dedik. Erdoğanla İlham Əliyev bir-birinə kardeş dedi. Qardaş, ancaq bizi yedilər, bizə heç nə vermədilər. Bizim bütün acılarımıza göz yumdular, amma xeyrimizə şərik oldular. Rusiya dost dediniz, qardaş, lazımsız savaşlarda lazımsız qədər insanlarımız qırıldı. İndi də Qarabağı zəbt eləyib, Azərbaycanı da zəbt eləyib Rusiya. Qardaş, portalsız buraxmır. Portalla 180 manatdır. Keçinin ayağı yerə dəyənməz. Toyuğun ayağı yerə dəyənməz. 3 dənə göyərti toxumu tullanmazsan yerə. Arını belə aylıq 1 manada yeşiyin keçirirlər. Quzunu 2 manada, qoyunu 2 manada. Dananı, heyvanı, iri heyvanları 3 manada, 5 manada aylıq keçirirlər. İnsanı da bir həftəlik keçirmək 180 manatdır. Belə Qarabağ bizə lazım idi. Bu qədər şəhid vermiş ya. Sizin canınız yanmayıb, siz trollluq eləyirsiniz. Ananızı, bacınızı İlham Əliyevin otellərində ərəbin yanına salmaqdan başqa işiniz, gücünüz yoxdur. Siz cana qıraqdan cəmaatı qızışdırırsınız. Sizin başqa nə işiniz var ki? Dəyərli həmvətənlərim, deyirlər ki, Əkrəm İmamoğlu erməni pərəst. Baxın, bizə nə xeyir gəldisə, demokratik ölkələrdən gəldi. Yaxşı, Əkrəm İmamoğlu'ndan da Fransa erməni pərəst idi. Gecə günüz Fransanı hədəf alırdı Əliyev hakimiyyəti. Hətta Kaledoniyaya pul ayırmışdı. Necə deyərlər, müxalif hökumət yaratmışlar Bakıda. Fransaya qarşı. Kaledoniyada yeni hökumət qururdular. Nə oldu? Nə oldu? İlham Əliyevin 10 milyardlarla nəslinin, kökünün, özünün, ailəsinin sərvəti Fransadadır. Nə oldu? Gizlicə İqtisadiyyəti Nazirinə, Xarici İşlər Naziri Azərbaycana görüşə gəlir. Nə oldu? Qaz kəməri, xət çəkirlər Fransaya qədər. Marselə qədər, səhv eləmirəmsə. Nə oldu? Düşmən idi. Niyə çəkirsən Fransaya da, İtaliyaya qədər çək, nə bilim, başqa ölkəyə qədər çək də, Almaniya çək. Niyə çəkirsən qaz xətti? Niyə orada Fransada neft ayırma zavodu tikirsən? Niyə? Axı düşmən ölkədir deyirsiniz. Qələt eləyirlər. Başların daşa döyürlər. Ki, bizə dindən, imandan, hər şeydən qabaq bizə demokratiya lazımdır. Baxın, biz Almaniyadan xeyir gördük. Niyə? Demokratik ölkədir. Bizim siyasi fəallarımız burada sığınır. Yəni, harada diktator varsa o cəllatdır. Əkrəm İmamoğlu'na eşq olsun, ağır olsun Erdoğan'a və onun kardeşi İlham Əliyevə. Gəlin canlı yayıma.